Salam dəyərli izləyicilər. Bugün təqvimdə 8 martdır. Çoxları üçün bugün sadəcə baharın gəlişi, çiçəklər və hədiyyələr deməkdir. Amma kanalımızın daimi izləyiciləri bilir ki, biz hər şeyin alt qatına, görünməyən tərəfinə baxmağı sevirik. Bugün bir dəyişiklik etdik. Həmişə bu kürsüdə Məhəmməd Ağacamalovu görməyə alışmısınızsa, bugünün məna və əhəmiyyətinə uyğun olaraq təqdimatı mən, Həmidə Ağacamalova edəcəyim. Çünki bugün qadının səsinin, qadının baxışının həlledici olduğu bir gündür. Bütün qadınları ürəkdən təbrik edirəm. Lakin mənim təbrikim birazca fərqli olacaq. Arzu edirəm ki, hər bir qadın ona təqdim olunan qəlibləri deyil, öz daxili dünyasında yaratdığı özünə məxsus qəlbi yaşaya bilsin. Bugün biz qadın azadlığı şüarı ilə yaradılmış, lakin daxilinə baxdıqda bizə tamamilə fərqli bir hekayə danışan ən məşhur posterlərdən birini təhlil edəcəyik. Bunun üçün biz sizinlə 1930-cu illərin əvvəllərinə gedək. Sovet İttifaqı böyük bir inşaat meydanına çevrilib, sürətli sənayeləşmə dövründə idi. Dövlətin nəhəng zavodları, fabrikləri var idi. Amma bir problemi də var idi. Bu nə idi? Əlbəttə ki, işçi qüvvəsi çatışmazlığı. Bəs bu işçi qüvvəsi çatışmamazlığını hardan aradan qaldırmaq lazım idi? Əlbəttə ki, əhalinin digər yarısından, yəni evdar xanımlardan. O dövrün ideologiyasında qadını evdən çıxarmaq üçün kəskin bir hücuma keçməli oldular. Qadınlara deyildi ki, sizin evdə yemək bişirməyiniz, uşaq baxmağınız sizi kölə edir. Biz sizi azad edəcəyik. Amma bu azadlıq nəyin bahasına idi? Bax, bu poster həmin dövrün ən böyük manipulyasiyalarından birinin manifestidir. Gəlin bir anlıq emosiyaları kənara qoyub, reallığa baxaq. Posterdə qışqıran rədd olsun mətbəx köləliyi şüarı əslində qadını hara dəvət edirdi? Bəli, əlbəttə ki, fabriklərə. Bir çox tarixçi və sosioloq bu dövrü belə xarakterizə edir. Bu, qadının fərdi ailə köləliyindən çıxıb dövlət köləliyinə keçidi idi. Qadına verilən azadlıq bir seçim deyil, bir vəzifə idi. O artıq fərd deyil, yoldaş, işçi olmalı idi. Evdə öz ailəsi üçün xidmət edən qadın indi zavodda dövlət üçün istehsalat vahidinə çevrildi. Posterdə gördüyümüz o parlaq binalar əslində qadını məişət qayğılarından deyil, onun öz fərdiliyindən azad edirdi. Bax, bu təsirli vizualın arxasında əslində bir bəy olduğunu bilirdinizmi? Əlbəttə ki, bu bəy Qriqori Mixayloviç Şeqal idi. O, sosialist rejimin sadiq əskərlərindən biri idi. Şeqal bu posteri yaratmaq üçün o dövrün Pravda qəzetində yazılan kəskin məqalələrdən və Leon Trotskinin yeni məişət nəzəriyyəsindən ilham alırdı. O sənətdə konstruktivizmi, yəni həndəsi kəskinliyi sevirdi. Onun üçün insan bədəni bir maşın hissəsi kimi nizamlı və funksional olmalı idi. Şeqalın ilham mənbəyi təkcə ideologiya deyil, həm də yeni insan yaratmaq arzusu idi. O inanırdı ki, qədim Renesans tablolarında işığa qaçan əzizlər kimi Sovet qadını da ideologiya pəncərəsindən gələn işığa qaçmalıdır. Amma o pəncərəni açan qadının əlindəki zəncirlər həqiqətən qırılmışdımı? İndi isə gəlin posteri sökək. Semotik təhlil bizə vizualın necə qışqırdığını göstərəcək. Birincisi gaze, yəni baxış. Baxın, mərkəzi fiqur bizə, tamaşaçıya baxmır. Onun baxışları sağ tərəfə, yuxarıya yönəlib. Bu, uzaq gələcəyə baxışdır. O artıq qarşısındakı çirkli paltarları görmür. O, dövlətin ona göstərdiyi uzaq bir xəyalı görür. Bu fərdin öz reallığından qopardılmasının vizual bir işarəsidir. İkincisi gestur, yəni jest. Qadının əllərinə baxın. O, pərdəni və ya qapını kənara çəkir. Bu bir keçid jestidir. Amma bu qapı elə bir kompozisiyadadır ki, o qadının yeni bir çevrəyə salır. Onun hərəkətini azaldır. Amma istiqaməti artıq təyin olunur. Üçüncüsü, rəng palitrası. Sol tərəf tünd boğuq və çirklidir. Sağ tərəf isə ağ və parlaqdır. Mərkəzdəki qadın isə tamamilə qırmızımtıldır. Qırmızı rəng burada sadəcə qadın deyil, enerji deyil, həm də qadının fərdi kimliyinin ideologiya tərəfindən unudulmasıdır.
O artıq bir insan deyil, o artıq bir bayraqdır. Dördüncüsü, dehumanizasiya və tipoqrafiyadır. Posterdəki yazılara diqqətlə baxın. Rədd olsun sözləri kəskin künclü hərflərlə yazılıb. Sanki bir bıçaq kimi keçmişi kəsib və atır. Binaların üzərindəki yazılar isə insana fərdi məkan tanımayan kollektivizm kodlarıdır. Uşaqlar və yaşlıları belə eyni sırada, eyni geyimdə təsvir edilib. Bu fərdiliyin dehumanizasiyasıdır. Yəni insanın bir detala çevrilməsidir. Bəli, bu poster bizə çox şey danışır. O bizə deyir ki, bəzən ən parlaq pəncərələr belə bizi yeni bir otağa həbs etmək üçün açıla bilər. 1931-ci ildə bu pəncərənin adı Zavod və Fabrik idi. Bəlkə də bu gün də həmin pəncərələr var və adları başqadır. Korporativ uğur, sosial media standartları və ya kimlərinsə bizə qışqıraraq diktə etdiyi azadlıq formalarıdır. Söhbətimizi bir cümlə ilə yekunlaşdırmalı olsaq, insan öz qəlibini özü yaratmalıdır. Kiminsə sizə hazır verdiyi azadlıq çox vaxt başqa bir formanın köləliyidir. Bu 8 martda özünüzə ən böyük hədiyyəni verin. Özünüzü başqalarının posterlərindən azad edin. Nə mətbəx divarları, nə də başqalarının diktə etdiyi karyera zirvələri sizin dəyərinizi müəyyən etməsin. Sizin dəyərinizi sizin özünüz olmaq və cəsarətiniz müəyyən etsin. Mən Həmidə Ağacamalova bütün qadınlarımızı səmimi qəlbdən bir daha təbrik edirəm. Azad və özünüz kimi olmağı arzu edirəm. Növbəti videolarda görüşənədək fikirlərinizi bizimlə bölüşməyi unutmayın.